Gel yaxına, gel kızım. Bunu çəkməmək olmaz. Bu Azərbaycan mətbəxinin ən gözəl yeməyidir. Azərbaycan mətbəxində yeməklər hamısı gözəldir. Bu da bir yaraşıqdır. Bu bilirsiniz nədir? Tərə. Tərə necə hazırlanır? Hər bölgənin öz yeməyi var. Öz hazırlaması var. Gəlin gedəyin hazırlamağa. 200 qram kruqlu ris, 200 qram yumru düyü, dolma düyüsü. Моем, yaxşıca yuyuruq. Ставим на огонь не до полной готовности. На дрова axıra qədər bişməsin. Смотрите, baxın, все своего огорода, öz bağımdan. Şüyüt, ukroп, şpinat, ispanak, göy soğan, kuş ətbəyi. Послушайте, какой звук. Baxın, görün necə gözəl səs gəlir doğrayanda. Göy yeməklərin hamı sevmir. Elə evlər var ki, uşaqlar göyərti sevmir, soğan sevmir. Mənim bir oğlum var. Allah hamınızın evladlarını qorusun. Göyərti vuranda xörəyə bizim evimizdə müharibədir. Bir xanım yazıb ki, qırmızı koftada, hardakı o şəkər bişirirəm, qəm. Orada mən deyirəm, anam belə eləyərdi, belə pişirərdi. Orada bir xanım yazıb, əlbəttə ki, bəlkə zarafatla yazıb, küsmürəm. Ananız da qırmızı kofta, belə kofta geyinib, belə hazırlayırdı. Anam elə kofta geymirdi. Anamın başında yaylığı var idi, qabaqçı arvadlardan idi, uzun donu var idi. İndi biz savramenləşmişik. Mənim əynimdəki koftada inanın ki, çox bahalı deyil. Mən xoşlayıram qeyri-adi koftalar tikim, kostyumlar tikim evdə giyməyə. Yəni ki, mən xanıma cikli paltarla video çəkə bilmərəm. Mən həmişə özümə baxıram, təmiz geyinirəm. Qadınlar yaxşı görünməyə çalışmalıdır. Tanıyırsınız, bu hansı göyərtidir? Baxın, tanıyan varsa biz cincilim deyirik. Düyünü görürsünüz, suyu bax belə halda, düyü də yarı bişmiş, düyünü götürürük. Soğanımızı doğrururuq, birinci soğanı göndəririk qızarmağa. Qazanımız qızdı, əvvəlcə paçonluçunu masla tökürük. 2 ədəd soğanı əlavə edirik. Qəşəng qızarır, o qızarırsa добавляем 100 qram sливочный масло. Soğanımız qızarır. Soğanı lap çox qıpqırmızı qızarmaq lazım deyil. Əlavə edirik tomatımızı. İstiyordu. Qara istiyordu. Yəni mən görmüşəm turşu əlavə etməyən nə vardı? Mənim anam həmişə turşu əlavə edirdi. Alça turşusu, zoğal turşusu, zoğal tümsüzdür. Alça turşusunun tumu var. Sarı kök, kurkuma. Düyü duzu çəkəcək özünə. Bura bir xörək qaşığı duz lazımdır. Polunu yox belə. Hər şey hazır oldu. İndi yavaş-yavaş göyərtilərimizi boşaldırım. Göyərti əvvəl qazana yerləşmir. Qovura-qovura boşaldıram ki, göyərti ölsün, qazanda yəni yerləşsin. Düyümüzü boşaldırıq. Görsən, su yoxa çıxdı. Bu düyü həlimli, qatı olanda ona dad verir. Üstünə 2 stəkan su boşaldırıq. Qarışdırırıq. Görürsünüz, qəşəng qarışdırdıq. Görün nə gözəl, apetitli. İstəyirsən, bax belə yeyəsən. Mən düyünü niyə tez bişirdim? Düyü göylə qaynayanda suyu quruyur, yanır. Göyərtinin dadı itir. Ona görə düyünü ayrı bişirirsiniz ki, çox qaynamasın düyünlə bir yerdə. Ağzını örtüb bir 10 dəqiqə gözləyirik. Bəh. Baxın, görün gözəlliyə. Baxın, görün necə gözəl. Bunu bişirməmək olarmı mənim əzizlərim? 3 ədəd yumurtanı yaxşıca qarışdırıb, 2 dəqiqədə bağlayıb, sonra götürürük. Ailəmiz böyüdür, biz çox sevirik bunu, mən çox bişirdim. İzləyicilərimdən halallıq istəyirəm ki, belə gözəl yeməklər qoyanda kimsə pişirə bilmir. Ay səni yanasan, öləsən deməsinlər mənə. 2 dəqiqədə gözləyirik, götürürük. Yeməyimiz hazır. Bəh. Gedirik dadına baxmağa. Bunun dadına baxmamaq olmaz. Bəh. Hazırlayın, sizə də nuş olsun.